Naməlum zəng. Gecə saat 02:17-də telefon zəng çaldı. İstintaqçı Orxan yuxudan diksinərək oyandı. Bu saatda gələn zəng heç vaxt yaxşı xəbər olmurdu. Alo, bir qadın ölü tapılıb. Səs titrəyirdi. Amma məsələ qəribədir. Gəlməlisiniz. Hadisə şəhərin mərkəzində bahalı binalarının birində baş vermişdi. Qadın Nigar Əliyeva tək yaşayırdı. Orxan hadisə yerinə çatanda otaqda qəribə bir sakitlik vardı. Sanki ölüm belə səssiz gəlmişdi. Nigar divanın üstündə uzanmışdı. Üzündə qorxu yox idi. Əksinə, sanki kimisə gözləyirmiş kimi baxışları donub qalmışdı. Ölüm səbəbi, Orxan soruşdu. Hələlik bilinmir. Amma baxın buna, ekspert telefonu göstərdi. Nigara gələn son zəng naməlum nömrə 0203. Orxan telefonu götürdü. Bu nömrəni tapın. Bir neçə saat sonra cavab gəldi. Nömrə mövcud deyil. Necə yəni? Heç vaxt olmayıb. Orxanın qaşları çatıldı. Bu mümkün değildi. Ertəsi gün Orxan Nigarın yaxınlarını dindirdi. Hamı eyni şeyi deyirdi. Son günlər çox qorxurdu. Deyirdi ki, kimsə ona zəng edir. Amma danışan olmurmuş. Orxan yenidən evə qayıtdı. Bu dəfə tək. Otaqda gəzərkən birdən telefonu çaldı. Orxanın telefonu. Ekranda yazı çıxdı. Naməlum nömrə. Ürəyində qəribə bir his yarandı. Yavaşca cavab verdi. Alo, sükut. Sonra çox zəif bir pıçıltı. Gecikdin. Orxan donub qaldı. Kimsən? Səs kəsildi. O dərhal Nigarın telefonunu açdı. Birdən bir şey diqqətini çəkdi. Zənglərin vaxtı 02:03. Ölüm vaxtı isə 02:05 idi. Deməli zəng ölümdən əvvəl gəlmişdi. Amma telefon birdən yenə titrədi. Bu dəfə Nigarın telefonu. Ekranda yazıldı. Gəlirəm. Orxanın əlləri əsdi. Bu mümkün deyil. Qapı arxadan yavaşca cırıltı ilə açıldı. Orxan dərhal çevrildi. Kim var? Heç kim yox idi. Amma otaqda artıq tək olmadığını hiss edirdi. Telefon yenə titrədi. Bu dəfə mesaj. Mən heç vaxt getməmişəm. Bir həftə sonra Orxan yoxa çıxdı. Onun telefonu isə son dəfə gecə 02:17-də zəng vurmuşdu. Naməlum bir nömrəyə. Bəzi zənglər cavablandırılmaq üçün deyil. Bəziləri isə səni tapmaq üçün gəlir. Hekayəni qələmə aldı Püstə Sahib qızı. Səsləndirdi Yaqub Mustafayev.